Taksi sürücülərdə mənim yazım gəlir. Təxminən 2 il əvvəl yol hərəkəti haqqında qanuna edilən dəyişikliklərlə cərimə məbləğləri artırıldı. Həmçinin bəzi qayda pozuntularına görə cərimə balları da tətbiq olunur. Bu gün yolun ikinci hərəkət zolağında və ya piyada səkisində avtomobil saxlayan ya da avtobus zolağına daxil olan sürücü həm də cərimə balı ilə cəzalandırılır. Bu isə sürücülərin qısa zamanda 20 bal limitinə çatmasına səbəb olur. Valla ümumiyyətlə balı yığışdırsalar vəbşə yaxşı olardı. Çünki cərimə olunur onsuz sürücülərə bu ağır maddi ziyan deyir də. Balın da olmağı 2 qat edib 2 ziyan da onlara. Tutarım ki kimdəsə 10 baldır, bir ilin ərzində də gəldi 10 bal. Neyinizdə sonra? 20 bal limitini artırmaya ehtiyac yoxdur. Dayanma durmaya bal verməyə ehtiyac var ki, verilməsin bal. Çünki dayanma durma elə bir qayda pozuntusunda ölçünə bal verir. Cəriməni başa düşdük, cərimə tətbiq eləmək olar, amma bal məsələsi artıq insanları ciddi şəkildə narahat etməyə başlayıb. Və mən haqq qazandırmıram ki, vətəndaşlar bu qaydanı pozur, amma gəlin bunun bir detallarını araşdıraq, görək vətəndaş qaydanı niyə pozur? Məcburiyyətdən. Taksi sürücülərdə mənim yazım gəlir. Əksəriyyətinin 17-19 balı var. Taleyin ümidinə maşın sürürlər ki, bugün sabah onların da sürücü vəzifəsi əlindən gedəcək. Onlara normal şərait yaradılmadı. İndi də sürücülük bundan məhrum etmək barədə düşünürlər. Yəni bu normal yanaşma deyil, mən düşünürəm ki, cəza yerində qalsın, cərimə yerində qalsın. Amma bal məsələsini mən düşünürəm ki, bəzi xətalarda ləğv etmək lazımdır və yaxud da azaltmaq lazımdır. 3 balı 1 balla əvəz etmək olar, 2 balı 1 balla əvəz etmək olar. Ekspert Eldəniz Cəfərov deyir ki, limitin artırılması üçün əsaslı səbəb yoxdur. Çünki 20 balın özü yüksək limitdir. Digər ölkələrlə müqayisə etsək bizdə bu limit onsuz da yüksəkdir. Və həm də ola bilər ki, sürücülər üçün bu əlverişli səmərəli olsun, xüsusən də peşəkar sürücülərimiz üçün ki, o iş yerini itirməyəcək müvəqqəti də olsa, amma nizam-intizam üçün bu müəyyən problemlər yarada bilər yollarda, həmçinin qayda pozmaların sayı da arta bilər. Bilərəkdən qayda pozmaların sayı da arta bilər ki, hələ limitə çox var, məsələn. Millət vəkili Elşad Müsayevin fikrincə əvvəla bal limitinə səbəb olan cərimələr araşdırılmalıdır. Bal limitinin artırılmasına gəldikdə isə təbii ki, bu 20 balı misal üçün artırmaq da olar, amma bu çıxış yolu deyil. Mən hesab edirəm, balın müddətini azaltmaq olar. Sonra eyni zamanda müvafiq orqanlar tərəfindən də elə olmalıdır ki, hər yerdə bir qadağa da olmasın. Belki indi şəhərin çox yerində maşını saxlamaq üçün yer yoxdur. Amma cərimə üçün bir üsullar axtarıb tapırıq. Hesab edirəm ki, bu da yanlışdır. Qeyd edək ki, yol hərəkəti haqqında qanuna əsasən sürücülər 20 bal limitini keçdikdə sürücülük hüququndan 6 ay müddətində məhrum edilirlər.